Bildiyiniz kimi dünya bazarında neftin qiyməti birdən-birə qalxdı. Biz də buna görə metroda gediş haqqını 5 qəpikdən 15 qəpiyə qaldırdıq. Tağı müəllim, axı qatarlar benzinlə işləmir. Doğrudan deyirsiniz. Şaponla texnikasına baxır. Növbəti sualım. Bəs bunlar nədir? Odunla işləyirmiş. Mən onu sonra obsledovat eləyərəm. Növbəti sualım. Yeni stansiyaların açılışı nəzərdə tutulubmu? Təbii ki, nəzərdə tutulub. Bu yaxınlarda biz Qazaxda yeni stansiyasını açacağıq. Çox gözəl. Bəs Qazax stansiyası Bakı metrosunun hansı xətti ilə birləşəcək? Heç bir xətlə birləşməyəcək, elə belə tikəcək, qoy qalsın. Ruslar demişkən, naskıvyaçı sluçe. Tağı müəllim, ümumiyyətlə bu yeni stansiyaları necə açırsınız? Çox asan. Demək, elə bu yaxınlarda bizim bir sərxoş maşinistimiz sükan arxasında yataraq 2 yeni stansiya açmışdır. Sağ olsun. Və sonda, metronun qiyməti 15 qəpik olandan sonra cəmaət şikayət eləyirdi. Çünki 1 manatlıq karta cəmi 6 gediş yükləmək olurdu. Bu da 90 qəpik eləyir. Belə çıxır ki, qalan 10 qəpiyi metro yeyir. Bilirsiniz, bizə min şükür, metro 10 qəpik yeyir. Siz gedin baxın şəhər qayisinə, gedin baxın Vaynakamata, Tamojniya. Belə danışmarsınız. Nə cızıldayırsan burada? Tağı müəllim, bəs metro işçilərindən nə danışa bilərsiniz? Biz bayaqdan burada kosmonavtlardan danışırıq. Bilirsiniz, dünyada ən utancaq peşə sahibləri elə metro işçilərdir. Niyə? Çünki onlar hər gün utandığından yerə girirlər. Çox sağ olun Tağı müəllim. Gələn görüşlərə dək. Sağ olun Tağı müəllim. Gedə bilərsiniz Tağı müəllim. Qapılar bağlanır. Növbəti stansiya yaxşı yol. Sağ olun.